Suların istifadəsi və mühafizəsinə dövlət nəzarətinin əsas tərkib hissələrindən biri olan su ehtiyatlarının monitorinqi təkcə texniki proses deyil, həm də ətraf mühiti qorumaq, insan sağlamlığını müdafiə etmək və dayanıqlı inkişafı təmin etmək üçün dövlətin və cəmiyyətin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Nəzarətsiz şəkildə axıdılan tullantı suları ekosistemlərə, əhali sağlamlığına və iqtisadi təhlükəsizliyə birbaşa təsir göstərir. Azərbaycanda həyata keçirilən monitorinqlər göstərir ki, hələ də bəzi müəssisələr tərəfindən tullantı sularının təmizlənmədən və ya normativlərə uyğunlaşdırılmadan çaylara, göllərə axıdılması halları müşahidə olunur. Bu isə ciddi strateji xarakter daşıyan mənfi ekoloji və sosial nəticələrə səbəb olur. Ona görə də tullantı sularının idarə olunması üzrə yol verilən tullantı normaları və buraxıla bilən axıntı hədləri sənədlərinin hazırlanması və tətbiqi zəruridir. Bu sənədlər çirkləndirici ödəyir prinsipinin reallaşdırılmasına, nəzarət və cavabdehlik mexanizmlərinin gücləndirilməsinə şərait yaradır. Əksər hallarda buraxıla bilən axıntı hədləri sənədlərinin olmaması və ya yenilənməməsi əhalinin sağlamlığına təhlükə, ərzaq təhlükəsizliyində boşluqlar və su ekosistemlərinin deqradasiyası kimi ciddi risklər yaradır. Bu səbəbdə mövcud qanunvericilik müəssisələrin fəaliyyətə başlamazdan əvvəl bu sahə ilə bağlı qanunlara əməl olunmasını tələb edir. Nəticə etibarilə tullantı sularının təmizlənməsi, standart normalara uyğunlaşdırılması və hər bir müəssisə üzrə aktual buraxıla bilən axıntı hədləri sənədlərinin hazırlanması gələcək nəsillərin təmiz suya çıxışını təmin edəcək ən vacib şərtlərdən biridir. Unutmayaq ki, tullantı sularını nəzarət zəifləyərsə, bu ilk növbədə su mənbələrinin çirklənməsinə səbəb olar. Dolayısıyla içdiyimiz suda, istehlak etdiyimiz ərzaqda, yaşadığımız mühitdə ciddi problemlərə yol aça bilər. Bugün biz hər bir müəssisəni tullantı sularını təmizləmədən, keyfiyyət göstəricilərini standart normalara çatdırmadan ətraf mühitə atmamağa çağırırıq. Bu isə ekoloji məsuliyyətlə yanaşı həm də mənəvi borcumuzdur.